Hər aktyor, professional aktyor hər zaman improvizaya hazır olmalıdır. Və eləcə də rejissor teatr və kinoda hər hansı bir iş görəndə qurduğu işə kənardan seyr eləyən zaman beyni yeni bir improvizə gəlir və onu çəkilişi dayandırır, məşqi dayandırır, o improvizəni təklif eləyir. Əgər aktyor çərçivəli aktyordursa, çərçivə ətrafına fırlanan aktyordursa, o improvizəni qəbul eləyə bilmir. Bu onun qeyri-professionallığından irəli gəlir. Bu çox vacib şərtdir. Çünki improvizə elə bir şeydir ki, tutalım rejissor bir təklif verib, sən iki aktyorun arasında bir oyun olur və aktyorlardan biri improvizə eləyir. Aktyorlardan biri improvizə elədiyi zaman qarşıdakı onun tərəf müqabili improvizəyə hazır olmadığı üçün çaşıb qalır. Bu onun zəifliyidir. Ona görə də aktyor hər zaman improvizəyə hazır olmalıdır. Amma elə işlər də var ki, məsələn, buna deyirlər rejissor tamaşası, rejissor filmi. O artıq bilir ki, harda, nəyi, neçə saniyə, neçə addım, hansı mimikanı eləmək lazımdır. Bunu rejissor bilir. Buna deyirlər rejissor filmi. Və orada isə əsas bəlalardan biri odur ki, əgər aktyor rejissora inanmırsa, bu onun qeyri-professionallığıdır. Əgər aktyor özünü rejissora həvalə eləyirsə, heç bir rejissor öz aktyorunu, öz tamaşasını, öz filmini pis göstərmək istəməz. Çünki o, onun adıdır. Ona görə aktyor birmənalı şəkildə rejissora inanmalıdır. Çünki bu inamdan iş ortaya çıxır. Ona görə improvizə çox vacib məsələdir. Həm teatrda, həm kinoda. Mən arzu edirdim ki, bütün aktyorlar, yəni köhnə aktyorlar bu improvizanı çox gözəl bilir. Məsələn, biz əgər elə buna bariz nümunəsi uşaqlıqdan sevə-sevə izlədiyimiz Hicran tamaşasıdır. Tamaşa improvizanın üstündə qurulmuşdu. Yəni mən böyüklərdən eşitmişəm, müəllimlərimdən eşitmişəm, improvizanın üstündə qurulmuşdu. Və eləcə də elə filmlər var ki, biz onlar haqqında məlumatlara baxanda görürük ki, orada bu səhnə olmamalıymış. Sadəcə rejissorun xoşuna gəlib aktyorun improvizası, deyib ki, eləyək, qalsın. Çünki baxıb ki, bu improvizə filmin ana xəttinə, filmin ideyasına köməklik göstərir. Niyə də olmasın? Əgər o rejissor deyir ki, yox, olmaz, onda o rejissorun bir balaca qeyri-peşəkarlığıdır. Çünki rejissor bilir filmi hara qulluq edir və onun məqsədi və mesajı nədir. Əgər görürsə, aktyor burada gözəl bir improvizə edir, bu da onun məqsədinə və yaxud da mesajına daha da güc gətirir, niyə onu saxlamasın? O kadrı niyə saxlamasın? Olub, tamaşadır, tamaşa vaxtı rejissor hər hansı bir tamaşanı qurur. Tamaşa elə bir ki, yarım saat qalmış, yığır aktyorları ətrafına, deyir ki, burada bu səhnəni bu cür yox, bu cür oynayacaqsınız. O aktyor ki, çərçivəli aktordur, onun ötəsinə gələ bilməyəcək. Çaşacaq. Onun üçün də bu improvizə çox vacib şərtdir. Bu, hal-hazırda incəsənətin meyli olan gənclərə də çox aiddir. Çünki həddindən artıq improvizə də bir iş deyil. Əgər sənə bir ssenari verilibsə, o ssenaridə sözlər yazılıbsa, yox, mən onu improvizə ilə deyəcəm, o da düz deyil. Çünki ssenarist nəyisə düşünür, cümlələri qurur. O cümlələri quranda, o düşünür ki, bu cümlələr hara gedəcək. Amma sən orada improvizə edib arasında özündən sözlər artırırsansa və o da heç yerə gedib aparmırsa, bu da qeyri-professionallıqdır. Amma rejissor baxanda ki, aktyor danışır və o sözlər improvizə formasında daha da güclü olursa, onu saxlayır. Onun üçün də burada improvizə vacib şərtdir. Həm teatrda, həm kinoda. Arzu edirdim ki, bütün aktyorlar, bütün rejissorlar buna diqqətlə yanaşsınlar və aktyorların ən əsas mesajım budur ki, yaxşı aktyor rejissora inanmalıdır. Əgər o rejissora inanırsa, iş alınacaq. Və rejissor da aktyora inanmalıdır və işi onun üzərində qurmalıdır. Görməli ki, bu işi o öhdəsindən gələ biləcək ya yox. Onun üçün də bütün aktyorlara, bütün rejissorlara uğurlar arzu edirəm. İşlərində uğur olsun və uğur qazandıqda improvizə eləməsinlər.